Salam hər kəsə. Sürücülərimiz tərəfindən qərarsız cərimələr SMS radar vasitəsilə qərarlaşdırılır. Bunu indi qısa izah edəcəm. İlk öncə nəqliyyat vasitəsi SMS radar vasitəsilə qeydiyyatdan keçməlidir və cərimələrimə daxil oluram. Buradan nəqliyyat vasitəmizi seçirik. Sorğunu protokollaşdır hissəsi sonda yerləşir. Onun üzərindən vururuq. Burada sürücülük vəsiqəsinin seriya nömrəsi yazılır. Məsəl üçün sonra şəxsiyyət vəsiqəsinin FIN kodu yazılır. Onu da qeyd edək ki, köhnə sürücülük şəxsiyyət vəsiqələrində FIN kod sonunda bir rəqəm çıxmaqla 7 rəqəm yazılır. Təzə şəxsiyyət vəsiqələrində isə sağ hissədə yazılır. Burada nümunə qoyulub. VN hissəsində bütün yol vərəqələrində üstdə sol hissədə yazılıbdır. Hər kəsdə eynidir. O qeyd olunur. 2002. Onu da qeyd edim ki, balansda 1 manat pul olmalıdır. Hər cərimə üçün, qərarsız cərimələr qərarlaşmaq üçün bir AZN məbləğində vəsait tutulur. Balansdan bir AZN silindi. Bir neçə dəqiqə sonra artıq cəriməmiz qərarlaşır. Sağ olun.